Bu ilin ilk 3 ay ərzində Azərbaycana xarici ölkələrdən 16.845,6 ton banan gətirilib. Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ötən ilin ilk eyni dövrü ilə müqayisədə banan idxalı 3,5% və ya 614 ton azalıb. Yanvar-mart aylarında idxal olunan bananın 1 kiloqramının gömrük dəyəri 1 manat 54 qəpik təşkil edib. Ötən ilin eyni dövründə idxal olunan bananın 1 kiloqramının gömrük dəyəri isə 1 manat 34 qəpik təşkil edib. Açıqlanan məlumatlardan da göründüyü kimi, son bir ildə idxal edilən bananın gömrük dəyəri 15% və ya 20 qəpik artıb. Qeyd edək ki, marketlərdə satılan bananın da qiyməti aprel ayında 20 qəpik artıb. Belə ki, mart ayında 3 manata satılan bananın qiyməti apreldə 3 manat 20 qəpiyə yüksəlib. Məlumat üçün bildirək ki, idxal olunan bananın 98,4% və ya 16.581 tonu Ekvadordan, 1,4% və ya 240 tonu isə Kosta Rikadan gətirilib.